Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Hafiz Yaqublu, MHM Tədris Mərkəzinin riyaziyyat müəllimi. Bu günləri sizlərə MHM Tədris Mərkəzinin təşkil etdiyi ümumi sınaq 2-dən riyaziyyat suallarını izah edəcəm. Başlayaq 21-ci sualımızdan. Deyir, 23A78 və 48A307 ədədində olan A rəqəmlərinin mərtəbə qiyməti. İndi bax. Təklik, onluq, yüzlük. Bu mərtəbə qiyməti belə yazılır. A vıraq 100. Məsələn, minlik olsaydı burada 3 vıraq 1000 yaza bilərdim. Bu mərtəbə qiyməti olur 3000. İndi burada oldu A vıraq 100. Digərində isə təklik, onluq, yüzlük, minlik. A vıraq 1000 yazıram. Bunların hasilidir, bərabərdir 3.600.000. Bax, burada 2 sıfır var, 2 sıfırı sildim. 3 sıfır var, qalan 3 sıfırı sildim. Qaldı A vıraq A bərabər 36. Deməli, A bərabərdir 6-ya. A hansı rəqəmdir? 6. 21 oldu C bəndi. Keçək 22-ci sualımıza. Bu biraz samballı sualdır. Üçünün birlikdə tutumu 290 litr olan 3 bidon var. 1, 2, 3 bidon var. Bidonlardakı ikisi süd ilə doludur. Üçüncü isə boşdur. Üçüncü bidonu doldurmaq üçün ya birinci bidondakı südün hamısını və ikinci bidondakı südün 10/7'sini. Ki ikinci bidonda olan südün 10/7 dediği üçün məsələn bunu götürək 10x. Niyə 10x götürürüz? Çünki 10'a bölünən bir ədəd olsun. Nəsə x da yaza bilərəm, bilmirəm də bir şeydə. İkisində nə qədər var bilmirəm. İndi deyir ki, bax, birinci bidondakı südün hamısını və ya ikinci bidondakı 10/7'sini. Deyir ki, ya bunu ya da birinci bidondakı südün yarısını. Deməli, birinci bidondakı süddə yarıya bölünür. Ya bunda 2y yazaq tutumunu. Hələ ki tutumlar yazıram. İndi qayıdıram təzədən başa. İndi bax. Təzədən qayıdıram. Deyir ki, üçüncü bidonu doldurmaq üçün ya birinci bidondakı südün yarısını, hamısını, üçüncü bidonu doldurmaq üçün ya birinci bidondakı südün hamısını. Birinci bidonda 2y qədər süd var. Və ikinci bidondakı südün 10/7'sini. İkinci bidonda 10x var axı. 10x'in 10/7'si eləyir 7x. Tökmək lazımdır ki, üçüncü bidon da olsun. Deməli, üçüncü bidonu ya belə yazacağım. 2y plus 7x. Deyir, ya da birinci bidondakı südün yarısını. Birinci bidonda 2y varsa yarısı olur y. İkinci bidondakı yarısını və ikinci bidondakı südün hamısını. İkinci bidonda 10x var. Deyir, belə də ola bilər. İndi mənim hansıdır? Fərqi yoxdur. O zaman bərabər edirəm bunları. Deməli, buradan başa düşürəm ki, belə deyək də, ya bunu qoya bilərəm istəsəm yerinə, ya da bunu qoya bilərəm. Fərqi yoxdur. İndi bunlar bir-birinə bərabərdirlər. İndi bax, əvvəl dedik ki, 3'ü birlikdə 290'dır. Birinci bidon 2y. Üstə gələk. İkinci bidon 10x. Üstə gələk. Üçüncü bidonumuz məsələn rahat gözümə bu görünür. Bunu yazıram. Y plus 10x cəmləri 290'a bərabərdir əziz müəllim. Problem varmı? Təbii ki, yoxdur. İndi bax, y-ləri bir tərəfə, x-ləri digər tərəfə keçirdək. 2y minus y bərabərdir 10x minus 7x-a. Y bərabərdir 3x-a. Y nəyə bərabər oldu? 3x-a. İndi burada y-in yerinə 3x yaza bilərəm. Əvvəlcə bunu biraz sadələşdirək. 2y oldu 3y. Üstə gələk. 10x oldu 20x. Üstə bərabərdir 290'a. Y-in yerinə 3x yazsam, 3 vıraq 3x plus 20x bərabər 290'a. 9x plus 20x 290'a. 29x 290'a. X bərabər 10'a. X 10 imiş. İndi mənə nə soruşur? X 10 ise y tapa bilərəm. Təbii ki, y bərabər 3x ise olacaq 30. İndi buradan fərqi yoxdur. Burada y 30 oldu. Üstə gələk 10 vuraq x-in qiyməti də 10'dur da. Eləyəcək 130. Deməli, üçüncü bidonun tutumu nə qədər oldu? 130 C bəndi.
Keçək növbəti sualımıza. Bakı ilə İstanbul arasında saat fərqi 1 saat. İstanbul ilə Paris arasında saat fərqi 1 saatdır. Aysel Bakı, İstanbul, Paris reysi ilə Bakı vaxtı ilə 18:00-da yola düşdü. İndi bax, Bakıda saat 18:00-dur. Söhbət İstanbul və Parisdən gedir. İndi burada zaman fərqi 1 saatdırsa, İstanbulda 1 saat geriyə də ola bilər, irəliyə də ola bilər. Məsələn, tutaq ki, irəliyə olsa 19:00, o zaman Paris olmalıdır 20:00, düzdürmü? Onların arasında saat fərqi 1 saatdır. Deyə bilərsən ki, bəlkə müəllim İstanbulda 1 saat irəli ilə baxırsınızsa, bəlkə geridə, o geriyə baxacam hələ. Tutaq ki, deyirəm, əslində mən bilirəm, tutaq ki, İstanbul bizdən 1 saat geridədir. Sadəcə indi məsələnin şərtinə görə, indi orada tutaq ki, İstanbul, Bakı ilə İstanbul deməzdi. Bakı ilə atıram məsələn Tokyo deyərdi. Sən indi bütün ölkələrin bütün zaman fərqini bilə bilməzsən ki, deməli bu hallara baxmalısan. İndi burada belə bir şey var. Paris də İstanbuldan 1 saat irəli və ya geri də ola bilər. O zaman gerini də yazıram ki 18:00. Tutaq ki, Parisdə ya saat 18:00-dur ya da 20:00-dur. Deyir ki, yola düşdü. 6 saat sonra cəmi 6 saat yol oldu. Elə bil ki, bunun üzərinə 6 saat gəlirəm, bunun üzərinə. Olur 26, yəni 26 nə deməkdir? Gün bitir, 24-də bitdi. Yerdə qaldı 2 saatda, 4 saat gəldim üstünə oldu 24:00. 4 plus 2 kimi. 24:00-dan sonra da 2 saat gəlir, olur saat 02:00. Gecə saat 2. Varmı belə cavab? Yoxdur. Deməli bu variant səhvdir. İndi 18-in üstünə 6 gələndə olur 24:00. Belə cavab varmı? Bu da səhvdir. Deməli belə bir şey yox imiş. Bunları sildim. Artıq belə bir şey yoxdur. O zaman belə deyək. Bakıda saat 18:00 oldusa, İstanbulda saat olsun 17:00. 1 saat geridə. O zaman Paris bundan ya İstanbuldan 1 saat fərq var deyir də. Ya 1 saat irəlidə ya da 1 saat geridə olacaq. 1 saat geridə olsa olacaq 16:00. 1 saat irəlidə olsa yenə olacaq 18:00. 18:00-nun üstlərinə 6 gələndə bayaqda 24:00. Belə bir cavab yoxdur. O zaman bu səhvdir. Üzərinə 6 gəlsəm olur 22:00. Belə cavab varmı? Var. C bəndi. Deməli 23-cü sual oldu. C bəndi. Bütün variantlara baxmalısan. Keçirik indi 24-cü sualımıza. Gücləri eyni olan 18 işçi işə başladı və hər gün bir əlavə işçi gəldi. Elə bir 18 işçi var. Hərə bir stol hazırlayır. Məsələn, deyirəm, bu günləri 18 işçi başladısa, deməli neçə stol hazırlayacaqlar? 18 stol hazırlayacaqlar. Sabahsı gün deyir ki, bir əlavə işçi gəldi. Sabahsı gün olacaq 19 stol. Növbəti gün bir əlavə də gələcək. Olacaq 20 stol. Digər gün olacaq 21 stol. Deyir, 6 günə iş yekunlaşdı. 1, 2, 3, 4, 22 stol, 23 stol. İş yekunlaşdı. Görək bunlar cəmi neçə stol hazırladılar. Bunları toplayıram. 40, 40, 80, 100, 123. Deməli, cəmi 123 stol hazırlanmalıdır. Bunlar hazırladılar. İndi başlayıram, davamını qaydıram. Əgər hər gün 9 əlavə işçi gəlsəydi, elə bir 18 işçim var idi. 18 stol hazırlayacaqdılar. Əlavə 9-u gəlsə hər gün olacaqdı 27 stol. Sabahsı gün olacaqdı 36 stol. 9 artıq axı. Digər gün olacaqdı 45 stol. İndi deyir ki, bu iş neçənci gün bitərdi? İndi bir dənəsinə gəlirəm, tutaq ki, deyək 54 stol. Bu formada artıq gedir. İndi görək, bizə lazımdır 123 stol bitsin. Gəl başlayaq toplamağa. 18-in üstünə 27. Bu eləyir 30, 45 stol. Burada var 36. Bunu topladım elədi 81 stol. Hələ ki 123 olmayıb. 81-in üstünə 45 gələndə olur 126 stol. Aha, deməli artıqlamasıyla 4 günə artıqlamasıyla yerinə yetirmiş olacaq. Mənim axı burada 126 oldu. Gəl belə deyək də, axırıncı gün 45 stol deyil. Tutaq ki 45 hazırlamaq gücləri var. Məsələn deyirəm ki 42-sini hazırlayacaqlar, dayanacaqlar. Olacaq 123. Daha stol bitdi də, düzdürmü? Deməli neçənci gün bitəcək? 1, 2, 3, 4 günə kifayətli oldu B bəndi.
İndi isə baxıram 25-ci sualımıza. 975,18 ədədini yüzlüklərə qədər yuvarlaşdırdıqda, bax, təklik, onluq, yüzlük. Mən bu tərəfə baxmışsam, onda birlərdir falan, işi yox. Təklik, onluq, yüzlük. Sağında 7 olduğu üçün bir vahid artır. 9 bir vahid artanda olur 10. Oldu 1000. Skalanı yazılmır. Deməli, ilk ədədim oldu 1000. Sonra deyir ki, bax, bu 1000-i kənarda yazaq, aldım 1000. Bu 1000'dir. Deyir ki, onda birlərə qədər yuvarlaşdırdıqda, onda bir hardadır? Onda bir, sonra gəlir yüzdə bir. Onda bir budur. Sağına baxsan 8'dir. Bir vahid artacaq olacaq 2, 0, 5, 7, 9. 0 yazmasan da olar. Ədədlərin cəmini tapın. 975 tam onda 2. Burada yoxdursa bir 0 yaza bilərəm. 2, 5, vergül qoydum. 7, 9, 1. 1975 tam onda 2. Yəni D bəndi. 1975 tam onda 2 D bəndi. Deyir ki, ədədləri kiçikdən böyüyə doğru yazılmışdır, ardıcıl tək ədədlərdir. İndi mənə deyir ki, bu şərtəsinin x plus z cəmini tapın. Tək ədədləri neçəyə artır? 2, 2, məsələn 1, 3, 5, 7. Burada 3 ədəddir deyə belə yazıram. Bunların məsələn 2 ədədi qalıb. Məsələn bundan sonrakinin üzərinə 2 gələ bilər. Bundan sonrakinin üzərinə 4 gələ bilər. Elə bir buradan buraya qədər məsafə nə qədərdir? 4 artıblar. Deməli o zaman mən belə çıxır ki, birinci ədədin üzərinə 4 gəlsəm, üçüncü ədədi ala bilərəm. 3x minus 10 ala bilərəm. 3x çıxar x bərabər 4 plus 10. 2x bərabər 14. X bərabər 7. X-imizin 7 olduğunu artıq əminik. X 7'dir. İndi bax, aparım x yerinə 7 yazıram. Deməli birinci ədəd 7'dirsə, ardıcıl tək ədədlərdir axı. O zaman bundan sonraki olacaq 9, bundan sonraki olacaq 11. Həqiqətən də 7'ni qoysan görərsən ki 11 olur. Deməli belə çıxır ki 4z çıxar x bərabər 9'a. X 7 olduğu üçün 4z çıxar 7 bərabər 9'a. 4z 16'ya, z bərabərdir 4'ə. 7 ilə 4'ün cəmi olacaq 11. C bəndi 26. C bəndi. Keçirəm 27'yə. Nərgizin maaşı 793 manatdır. Nərgiz bütün maaşını yığmağa başladı. Mən nə yeyirəm, nə içirəm deyir. Dəyəri 6 rəqəmli ədədlə ifadə olunan mənzili ən az neçə ay işləməklə ala bilər? Hər birinizə inşallah işləyib öz mənzilinizi almaq qismət olsun. Maraqlı bir motivasiya edici məsələdir. 793 manat maaş alır. Tutaq ki, bunun yoldaşı hardasa işləyir. Sənə deyir ki, pulu ev almaq üçün bir yerə yığırıq. Bunlar razılaşıblar, ev alacaqlar. Deyir ki, 6 rəqəmli ədəd olan. 6 rəqəmli ədəd budur. Ən kiçik 6 rəqəmli yazıram ki, tez alsınlar. Tutaq ki, evin qiyməti 100 minlik bir ev alacaqlar. 6 rəqəmli ən kiçik ədəddə. Yəni müəllim, bəlkə 6 rəqəmli budur. 999 min manat. 999 min manatlıq ev. Da elə bu 793 alan adam deməli tez almaq istəyir. Ən az deyir axı neçə aya. O zaman ən kiçiyi götürürəm ki, tez olsun. İndi 793-ə bunu bölürəm. Sən kalkulatora götürəcəksən, 100 mini böləcəksən 793-ə. Düşür 126 tam onda 1. Deməli 126 ay olsa bəs eləmir. Keçir 127-ci aya. Deməli ən az 127 ay işləməlidir ki bu. Məsələn mənim 126 olsa olmaz. 126-ın 793-ə vuraram kənarda. Sənə göstərmək üçün. Bu olur 99.918 manat. Deməli buna deyirlər ki, evi ala bilməyəcəksən. O zaman deməli əlavə 1 ayda işləməlidir. Olacaq 127 ay B bəndi. 28'ə baxırıq indi. Tənliyi köçürdürəm. Bax 33 digər tərəfə keçəndə çıxma olur da. Olur belə. X plus 18 bölək 6 çıxaq 7 plus 2 vuraq 3 bərabərdir 84 çıxaq 33 olur. 84'dən 33 çıxanda olur 51. 51. İndi burada vurma 3-dürsə digər tərəfə keçəndə olur bölmə 3. 51'i 3'ə böləndə oldu 17. Baxıram hər tərəfdən bir mötərizə açmağa ehtiyacım var. Burada plus 2 digər tərəfə keçəndə olacaq minus 2. Yəni eləyir 15. Bərabər oldu 15'ə. Baxıram yenə mötərizə açmalıyam. 7'ni keçirdəndə olur plus 7. Yəni 22. Bölmə 6'dır. Keçəndə digər tərəfə olacaq vurma 6.
Oldu x plus 18 bərabərdir 132-yə, x bərabərdir 114-ə. Tənliyi həll etdim, nə aldım? 114 D bəndi. Kater çayın axını ilə 3 saata getdiyi yol, axın ilə belə olur da, V kater plus V çay 3 saata getdiyi yol, axına qarşı getdiyi 2 saat getdiyi yoldan axına qarşı deyəndə çıxırıq, 2-yə vururuq. 22 kilometr çoxdur. Elə bir ki deyir ki, bərabərdir axın ilə getdiyi yol, axına qarşı 2 saatlıq yoldan 22 kilometr çoxdur. Bu öz yerində. Sonra yenə deyir, kater çayın axını ilə 3 saata getdiyi yol, V kater plus V çay 3 saata getdiyi yol, axına qarşı 2 saata getdiyi yol, V kater minus V çay vuraq ki, bunların cəmi deyir 62 kilometrdir. İndi gəl belə deyim sənə. Bax, burada da eyni şeydir. Fikir versən, bunlar da eyni ədədlərdir. İşimin rahat olmaq üçün belə deyim də sənə. Buna 1 A deyək. Buna 1 B deyək. Elə bir A nəyə bərabərdir? B plus 22-yə. B plus da demirəm ha, opşi. Buna A demişəm. Eyni məsələdə elə burada buna bir dənə A demişəm. Buna B demişəm. Cəmləri nəyə bərabərdir? 62-yə. Rahat olsun deyə. Buradan A bərabər B plus 22 deyil. A-nı yerinə yazıram. B plus 22 plus B 62-yə. 2B bərabərdir 40-a. B bərabərdir 20-yə. B oldu 20. B 20-dirsə, indi bax, A nəyə bərabər olacaq? A bərabər olacaq 42-yə. Oldu mu? Oldu. İndi mən A nə demişdim? A buydu da, bax, burada əvəz eləmişəm axı. V kater plus V çay vuraq 3 bərabər 42-yə. Eyni zamanda B nədir? Budur. V kater minus V çay vuraq 2 bərabərdir. B nədir? 20-dir. Yuxarıda olur V kater plus V çay bərabər 42-ni 3-ə böləndə olacaq 14. V kater minus V çay bərabərdir 20-ni 2-yə böləndə olacaq 10. Katerin durğun sudakidir. Katerin durğun suda lazımdır. Tərəf-tərəfə toplasan V çaylar gedəcək, olacaq 2V kater bərabərdir 24-də. V kater bərabərdir 12-yə. Katerin sürəti 12-dir. 8 saata deyir. 12-ni 8-ə vurarsan olacaq 96 D bəndi. Samballı suallardır. D bəndi. İndi isə baxaq 30-cu suala. Deyir ki, 2 hektar hamısını metrin kvadratından ifadə eləməyimizi soruşur. Bax, 1 hektarımız biri 10.000 metrin kvadratıdır. Burada 2 hektar olduğu üçün olur 20.000 metrin kvadratı. Bir arımız bərabərdir 100 metrin kvadratı. Deməli, burada 23 arı olduğu üçün 23 arxası metrin kvadratı. Bu elə özü metrin kvadratıdır. 450 metrin kvadratı. Bu desimetrdir. 1 metrin kvadratı bərabərdir. 1 metr 10 desimetr olduğu üçün kvadratında 100 desimetrin kvadratıdır. 2 sıfır silirsən qalır 56 metrin kvadratı. Toplayıram. Arxada olur 6, 0, 1 yadda, 8, 2, 2. A variantı. Düzdür mü? 30 oldu A. İndi isə baxırıq 31-ci suala. Ədədi 15-ə böldükdə alına biləcək qalıqların cəmini tapın. Bunu mən sizə hazır düsturunu demişəm. N vuraq N-1 bölü 2. 15 böləndi, düzdürmü? 15 yerinə qoyursan, 15 vuraq, 15 çıxaq 1 bölə 2. 15-dən 1 çıxanda 14 eləyir. 15-i 7 vuranda 105 A bəndi. 32. Düzbucaqlı şəklində ərazinin uzunluğu 400 metrdir. Bir düzbucaqlı şəklində ərazimiz var. Uzunluğu 400 metrdir. Bu qalsın yerində. Bu sahənin hər hektarından 1 hektardan 42 sentiner buğda yığılır. Bu sahədən cəmi 21 ton. 21 tonumuz var ha. Neçə sentinerdir? 210 sentinerdir. Görək neçə hektardır? X-dir. 42 vuraq x bərabərdir 210 vuraq 1-ə. X bərabər oldu 5 hektar. Hektarın altında hektar olacaq. Deməli, sahəmiz 5 hektar imiş. Enimizi bilmirəm, A-dır. Enimiz vuraq uzunluğumuz bərabər 5 hektar 50.000
metrin kvadratıdır. Sıfırlar getdi, olur. A bərabər 125 metrə. Deməli, enimiz 125 metr imiş. Perimetri soruşur. Perimetr en uzunluğu toplayıram. 2'ye vuracağım. 1050. B bəndi. İndi baxırıq 33-cü suala. Hansı doğrudur deyir. Deməli, kiçikdən böyüyü biz düzməliyik. Düzdürmü? Kiçikdən böyüyə deyir. Burada çünki şərtlərdə elə göstərir hamısında. Toplamalar daha kiçikdir. Çünki bir ədədi çoxaldıblarsa, deməli daha kiçikdir. Bunun ətraflı dərsdə izah eləmişəm niyə görə. Oldu B plus 15-dən. Birinci buradan başlayaq. D plus 17. Toplamada qayda belə edir ki, böyüyün yanında kiçik. Deməli D oldu ən kiçik. Sonra gələcək B. İndi keçirəm çıxmalara. A minus 14, C minus 16. Çıxmada belə idi. Kiçiyin yanında kiçik, böyüyün yanında böyük. Ən böyük oldu C, A. D, B, A, C. D bəndi. Ölçüləri 6, 9, 12 olan böyük kuboidin ölçüləri 1,4 metr, 3 metr və 5 metr olan kuboidi kəsib ayırdılar. Qalan fiqur həcmini tapın. Böyük həcmdən kiçik həcmi çıxarın. Çox asan. Həcmi tapanda en uzun hündürlüyü bir-birinə vururam. 6, 9, 12. Kalkülatörün canı sağ olsun. 648. Hamısı metr olduğu üçün metrin kubu. Digər balacada isə 1,4, 3, 5 vuranda eləyəcək 21 metrin kubu. Çıxanda qalacaq 627 metrin kubu. Yəni B bəndi. 35'e baxaq. 80'in natural bölənlər sayı. Natural bölənlərin sayını tapmağın hazır qaydası var. 80 bərabərdir 2 üstü 4'dür. Bunu hardan yazıram göstərim sizə. 2'ye bölürəm 40, 2'ye bölürəm 20, 2'ye bölürəm 10, 2'ye bölürəm 5, 5, 1. 80 bərabərdir 1, 2, 3, 4 dənə. 2'dən 4 dənə var. 5'dən 1 dənə. Natural bölənlərin sayını tapanda qüvvətlərin üzərinə 1 gəlib, bir-birinə vururuq. Olur 5 vuraq 2 olacaq 10. Deməli belə çıxır ki, 80'in natural bölənləri sayı 10'dur. Deyir 2x minus 2'dir. Yəni 2x minus 2 bərabər oldu 10'a. 2x 12'ye x bərabərdir 6'ya. C bəndi. Otuz-altıncı suala baxırıq. Çıxılan azalanın 3'də 2 hissəsindən 2 vahid kiçikdir. Azalan, çıxılan, fərq. Azalan 3'də 2 hissəsi ki, azalanı 3x qoyaq. Çıxılan azalanın niyə 3'də 2'sini tapmaq rahat olsun da? Çıxılan azalanın 3'də 2 hissəsindən, yəni azalan 3x'in 3'də 2'si olur 2x. 21 vahid böyükdür. Yox. 2 vahid kiçikdir deyir. Burada deyir ki 2 vahid kiçikdir. Yəni oldu bu. Çıxılan 2x minus 2'dir. Bunu yazdıq. İndi gəl buradan belə deyək, bu çıxızı mötərizədə gəl fərqi tapaq. Fərq bərabərdir 3x çıxaq 2x minus 2. Hələ ki bu fərqi tapaq. Bilirəm şərtin davamı var. 3x minus 2x minus olduğu üçün olur plus. Bu olur x plus 2. Fərqi artıq tapmışam. Azalan da bilirəm, çıxılan da bilirəm. Azalan nə oldu? 3x. Çıxılan budur. Fərq nədir? X plus 2 oldu. Biraz geniş yazaq. Fərq oldu x plus 2. İndi gör nə deyir? Həmin bu çıxılan fərqin yarısından, çıxılan fərq x plus 2'nin yarısından 21 vahid böyükdür. Plus 21. Burada plus 21'i digər tərəfə keçirdək. Olacaq belə 2x minus 2 minus 21 bərabərdir x plus 2 bölə 2. 2x minus 23 minus ona toplanır. X plus 2 bölə 2. Böl 2 keçsək digər tərəfə olacaq vurma. 2x minus 23 vuraq 2 bərabər x plus 2'ye. Bu eləyəcək 2'ye vuranda 4x minus 46 bərabər x plus 2'ye. X'i bir tərəfə keçirdək, digərində olacaq 4x minus x bərabər 2 plus 46'ya. 3x 48'e x bərabər 16'ya.
Məndən azalan soruşur. Elə azalan 3x-dir. Elə 3x nədir? 48 və ya x-in yerinə 16 qoysam da olacaq 48 D bəndi. Bu tip sualı dərsdə göstərmişdim sizə. Rahat həlli necədir? Satıcı malın 20%-ni 50% qazancla, 10%-ni 20% ziyanla. Gəl belə bir şey deyək. Say götürək, bir də dəyər. Məsələn, 10 dənə malımız var. Sayımız 10 manatlıq mallardandır. Mayamız nə qədər oldu? 100 manat. Deyir ki, satıcı malın 20%-ni, yəni 10 dənə malın 20%-i, onun 20%-ni tapanda eləyir 2. Rahat olsun deyə 10 yazmışam. 2. 50% qazancla 10 manatın 50%-i eləyir. Sizin üçün göstərirəm ki, belə 5 manat. Qazanc dediyi üçün 10-un üstünə 5 oldu, 15 manat. Buradan qazandı 30 manat pul. Bu 1. Sonra nə deyir görək? 10%-ni həmin o mallardan 10 dənə mal var idi də bizdə belə deyək. O şərtdə veriləndi. 10 dənə malın 10%-i eləyir 1. Bir dənə malı isə 20% ziyanla 10 manatlıq bir mala 20% ziyan eləsə, onun 20%-ni tapıram. Bu eləyir 2 manat. 2 manat ziyan eləsə 10 manatlıq bir mala 2 manat ziyan 8 manat. Nə qədər qazanıbsınız? Hələ ki 30 manat birindən 8 manat birindən qazanıb. Sonra deyir, qalanını isə 2 dənə mal satmışam, bir də 3 dənə mal gedib qalıb yerdə 7 dənə mal. 35% qazancla 10 manatın 35%-ni tapıram. Eləyir 3.5. Yəni 3 manat 50 qəpik. 10 manat ilə olacaq 13.5. 7-ni 13.5-ə vursam 94.5. Görək cəmi nə qədər pul qazandıq biz. Üstünə gəlirəm 38. 132 manat 50 qəpik. 100 manat mayamı idi. 132 manat 50 qəpik qazanmışam. Aradakı fərqi 100 manatdan 132,5-ə. Artıq burada qazanc var da, artıb. Deməli, zərərləri silirəm. Səhvdir bunlar. Nə qədərdir burada? 100-dən 132,5-ə 32,5. Cavab D bəndi. 32,5% gəlir. İndi baxırıq 38-ci sualımıza. Mərkəzi O nöqtəsində olan çevrənin diametri 6 desimetrdir. Diametr 6 desimetr isə deməli radius bunun yarısı da oldu 3. Radiusumuz 3 desimetr. Amma burada santimetrlər var deyə. Buna görə biz 30 santimetr deyək də radius bərabər olsun 30 santimetrə. Radiusun 30 santimetr oradan artıq mən bilirəm. Deyir AOBD düzbucaqlısının uzunluq 2də 1 hissəsidir. Bu radius. Deyir düzbucaqlısının uzun 2də 1 hissəsi. N isə 4də 3 hissəsi bu çevrənin radiusuna bərabərdir. Uzunluğun 2də 1 hissəsi radiusa bərabərdir. 30 santimetr. Deməli uzunluq bərabərdir. 30 vuraq 2 olacaq 60 santimetr. Uzunluğumuz oldu 60 santimetr. Görək N-imiz isə N vuraq 4də 3 hissəsi bərabər deyir radiusa. Radiusumuz 30-dur axı. N bərabərdir 30 vuraq 3də 4 10 olacaq 40 santimetr. Oldu N-imiz 40 santimetr. Gör nə deyir sonra. Bu düz çevrənin radiusuna bərabər düzbucaqlının eni üzərində qurulmuş BCD bunu deyir. Bərabər yanlı üçbucağının yan tərəfi düzbucağının enindən 6 çoxdur. 6 çoxdursa olacaq 46 santimetr. 46 santimetr bərabər yanlıdır axı. Bu düzbucağının perimetri bərabər yanlı üçbucağının perimetri nə qədər çoxdur? İndi mən burada düzbucağının perimetrini tapmaq istəyirəm. Düzbucağının perimetri eni üstə gərək uzunluğu vuraq 2-dir. Bu olur 200 santimetr. Oldu 200 santimetr. Üçbucağın perimetri 40, 46. Bir dənə də 46. Bunları toplayanda eləyəcək 40, 120, 132 santimetr. 200-dən də 132-ni çıxanda qalacaq 68 C bəndi. 38 oldu C. İndi isə baxırıq 39-cu sualımıza. Torbada 8 ağ, 7 qara, 4 qırmızı, 11 yaşıl kürəcik var. Torbaya baxmadan çıxarılan bir kürəciyin qırmızı olmaması ehtimalını tapın deyir.
Ümumiyyətlə, görək nə qədər kürəciyim var bizim. Məxrəcdə ümumi yazıram. 15, 15, 30 kürəciyim var. Demir qırmızı olmasın. Qırmızıdan başqa hamısı ola bilər. 8 ağ, 7, 11. 8, 7, 11 edir 26. Bunu istəyir məndən. İxtisar edəcək qalacaq 13 bölək 15. C bəndi. Və nəhayət sonuncu sualımız. Murad, Əli və Fuadın cəmi 210 manat pulu var. Murad, Əli, Fuadın cəmi 210 manat pulu var. Murad pulunun 1/10 hissəsini Əliyə. Deməli, Muradın pulu olsun 10x. Murad pulunun 1/10 hissəsini Əliyə. Elə bir ki, bunun 1/10 hissəsi nə qədərdir? X da 10'un 1/10 eləyir 1 dənə, yəni x azal çıxır, verir bunu Əliyə. Plus x. Daha sonra qalan pulunun nə qədər pul qalmışdı? 9x. 9x-dan 20 manatını da Fuada verir. 20 manat da götürdü, verdi Fuada. Fuadın pulu plus 20 oldu. Sonra deyir ki, Fuad Əlidən 20 manat aldı. Əli də götürüb 20 manatı Fuada verdi. Son nəticədə isə üçünün də bərabər pulları oldu. Bərabər pullar oldu. 210 deyildi cəmi. 210. Deməli, hamısının nə qədər pulu oldu? 70, 70, 70. Fuadın üstünə, deyir, Fuadın başlanğıcı neçə manat pulu var idi? 20, 20, 40 manat bərabər 70'ə. Fuad bərabər 70'dən 40 çıxanda qalacaq 30 manat. Fuadın başlanğıcında 30 manat pulu var idi. B bəndi. Vəssalam. Bu qədər əziz müəllimlər. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşənədək.